onlara ki, nemət üst tutdu, səbirlidirlər, salih əməllərin yiyəsidirlər. Əllərinə nemət çıxsa səbir eləyərlər. Əllərinə nemət gəlsə qabağını almazlar, xərcləməyi bacararlar. Deyir, onları bağışlayacağam. Əgər əksikləri varsa, bir də onlara böyük bir dənə əcr mükafat gözləyir. Tam arxayın olsunlar mənə. Bu Allahın sözüdür. Tam məni yesinlər, arxayın olsunlar. Məyus olmayın. Allah deyir. Və la təyəsü min rauhillah. Məyus olmayın. Niyə? İnnəhu la yəyəs min rauhillah illəl qavmul kafirun. Küfr əhli məyus olar. Küfr geniş anlamda götürün. Küfr nədir? Bir şey üstünü örtməyə deyirlər. Əlində bir şey var, örtürsən. Örtəndə görünmür axı. Deməli, görünməyən tərəfi var. İnsanda əlində olan neymətin görünməyən tərəfi var. Nə? Allahı görmür. Allahın əlini görmür. Üçün Allahın əlini görmür, şans kimi, bəxt kimi görür. Neynir? Deyir, özüm qazanmışam. Niyə alırsan məndən? Niyə alırsan məndən? O belə bir dənə üsyan edir.